kara gözlerin senin olsun, senin olsun. O senin acı sözlerin senin olsun, senin olsun. Pervane bilirdi herden yandaki eriyir qəmdən. Sen onu soruşma benden. Senin olsun, senin olsun. Pervane bilirdi herden şəmdəki eriyir qəmdən. Sen onu soruşma benden. Senin olsun, senin olsun. O senin al yanakların senin olsun, senin olsun. O senin bal dodakların senin olsun, senin olsun. Pervane bilirdi herden yandaki eriyir qəmdən. Sen onu soruşma benden. Senin olsun, senin olsun. Pervane bilirdi herden şəmdəki eriyir qəmdən. Sen onu soruşma benden. Senin olsun, senin olsun. Pervane bilirdi herden şəmdəki eriyir qəmdən. Sen onu soruşma benden. Senin olsun, senin olsun. Senin olsun, senin olsun. Bu güzel cücemiz sizin olsun, sizin olsun. Nigar, sizinle başlayacağıq. Necəydi nömrə? Necəydi cücemiz? Cücəmiz möhtəşəm idi. Və mən hiss edirəm ki, yəni hamı zövq alıb. Görünür. Amma biz düşünürdük bu qızdır. Uşa sразу dedik. Nərmin Minkəri bəy budur, 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 budur. Birdən oxuyanda Erkək şokda belə çıxdı. qaldı. Baxırıq ki, oğlan çıxdı. Erkek çıktı. Cüce oğlan olmuyor, erkek olur. Erkek aşka. Murat, Can Murat. siz necə qarşıladınız? Necəydi mahnı? Geçen Necəydi istedim o ifa? cüce olar gelsin buraya. Bir de onu kucaklayaq, böyle sarılaq ya biz gidiyor oraya. Kucaklayaq. Olar, onu bir de. olar, birazdan bəli. Ama ne şirinlikti. Bir dakika, en yaxşı maska budur. Bundan evvel ne demiştim? En yaxşı maska budur. Əla, kim? Sizcə kim ola bilər? Ama oxumağı belə də, bu aparıcı olacaq 100%. Aparıcı olacaq Hə. kim? Kim ola bilər? İpucular var idi İndi da. adlardan danışaq. Bəli, niyə də yox? Yeni açım dəftəri, sinə Açın dəftəri Murad Ali. dəftəri. Dodaq Çəkin dəyməz. adları. Mənə elə gəlir ki, indi ictimai komandası çox uzağa getməyə də bilər. Bu ya Fatih ola bilər, ya Salih ola bilər. Cücə. Hə, həm də cücə belə bir dənə söz dedi. Bura gəlmişəm, gəldim bura. Buralar, oralar, Azər qərib də ola bilər. Hoppa. Belki Bozbaş Pictures'tan da kimse olabilir. Olabilir Deyir, mi? sən mənə dedin, deyir, dünyanı gəzir. Gəzmək haqqında söz dedin mənə. Blogger. Belki kimse bloggerlerden. Nə demişdi ki, gəzmək haqqında? Cücə nəsə demişdi gəzmək haqqında? Deyəsən yok. Torpağı gəzir, torpağı gəzir, Gəzir. qurtlar çıxardır. İşelenmeye Kim desə qurt çıxardandır. Gəzməyi sevən cücədir bu. Gəzməyi sevən. rengin ifasımızdır. Gezegen. Gəzəgən. Bəli, gezegen cücedir. Gəzəgən cücədir. Gəzəyən Gəzəgən. cücə. Gəzəyən cücə deyirsiniz. O bir dənə şeir var, deyir, kəkilli fərrə, çıxma çəpərə, səni görərlər, ərə verərlər. Amma bu erkək cücədir, erkək. Faiq Ağayev. Vallahi məşhur cücələrin mahnısı yadıma düşdü. Bütün dünyaya yayılan bizim cücələrin mahnısı. Hə, hamı Və yaxşıdır. komanda ilə bərabər, bu musiqiçilər, yəni bizim rəqqaslarımızla bərabər cücə çıxış eləyəndə mən elə bir mahnını eşitmirdim. Mənim
Qulağımda elə sərasər cip cip cücələrim, Cip, 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 cücələrim. Mənim qəşəng cücələrim, tülkü ipək cücələrim, cip cip cip. Mənə elə gəlir ki, bu müğənni də ola bilər. Nədən Kərim olmasın? Kərim? Hə, Kərim. Kərim olmasın. Nədən olmasın? Olmasın da elə belə. Elə belə ilə deyil axı. Kərim olsun. Sizdə problem var. Ola bilər ki, Kərimlə. olsun. Kərimlə yoxdur Problem. problem. Ola bilər ki, Ola olsun. bilər. Amma bir məqama da diqqət yetirin. Bəlkə üstündən səthi keçdiniz. Deyir ki, mən ipucularını vermək üçün ilk dəfə rola girdim. Deməli aktyor deyil. İlk dəfə rola Yalan girdim. deyil. Yəni bu onun üçün vərdiş etdiyi bir məşğuliyyət deyil rola girmək. Göktü cücələrdən. Nədənsə ağlıma bilməm xəbər aparıcısı gəldi. Anar Nəcəfli ola bilər. Bəlkə elə bu Fərid Rəsulovdur. Niyə elə Fərdi hardan gəldiniz bura məsələn? Bilirsiniz hardan gəldim? Deyən Hə, görüm burada nə gəzəyəndir. yazmışam. Hə, dünyanı kəşf edirəm. Dünyanı gəzirəm. Nə Dünya bilim, yoxdur. torpaqda eşələnirəm. Bəlkə torpaq dediklərində nəzərdə tutulur ki, müxtəlif torpaqlarda gəzirəm və onların mədəniyyətlərini öyrənirəm. Maraqlıdır, maraqlıdır. Bir də Coşqun dedi ki, çox balacayam. Balacayam. Çox Bəlkə yaşını balacayam. deyil. Ya Bəlkə yaş, ya yaşca, boy. sənətcə çox balacadır. Ya yaş, ya boy. Ya Ya sənət, təcrübə. ya hə. təcrübə. Hə, o da var. Bu bilirsiniz, mənim də beynimə Bəlkə bir bloger- Ha, buyurun Coşqun bəy. təxmin gəldi. O da təxmindir. Murad, köməyivə ehtiyacım var. Təxminə və Mən zaur. onun formasını deyəcəm. Yox, təxminə Yox, zaur. Günay və Yekə zaur. Zaur daha çox. Yekə pencək geyinir, yekə şalvar. Nuran. Hə, Nuran da ola bilər. Doğrudan Nuran kimi oxudu ya. Bax, Nuran belə oxuyur. Hə, Çox ləzzətli. Nuran da Fəridin ola bilər. familiyası nə idi? Dünyanı gəzən Fəridin familiyası nə? Rəsul. Rəsul. Murad nəsə demək istəyirsiniz? Ayaq üstəsiz. Yo, mən deyirəm Nuran deyil. Niyə? Çünki Nuranın repertuardan seçilmədi də. Həm səs tembri, həm janrı. Adam biraz dəyişməlidir də. Ona görə bu Nuran deyil 100%. İki məlumatı Sən üzr dinləyək. istəyirəm. Hacı Nuran deyirsən, yoxsa müğənni Nuran? Yo, müğənni Nuran. Müğənni Nuran. Detektivlər. Hacı Hacı Nuran Nuran da boğulmuşdu ola bilər. indi orada. Niyə? Fobiyası var yəqin. Klaustrofobiyası. Yəqin ki. Olsun. Yalan doğruya qulaq asacağıq. Qulaq asaq. Hə. Baxaq. Özü haqqında iki məlumat verəcək Cücə. Təbii ki, auditoriyamız. Hazırıq-mı? Əla, gəlin onlara kömək edək. Auditoriya təbii ki, alqışlarla hansının doğru, hansının yanlış olduğunu bəlkə sadəcə ehtimal edəcəklər alqışlarıyla. Baxaq görək. İki məlumat verəcək Cücə. Özü haqqında Cücə. Birinci məlumat. Buyur. Beynəlxalq layihələrin iştirakçısıyam. Beynəlxalq layihələrin iştirakçısıyam. Bu birinci məlumat. İkinci məlumat. Dövlət qurumunda mətbuat katibi olmuşam. Hoppa! İki məlumat verdi. O dedi ki, beynəlxalq layihələrin birində iştirak etmişəm. İkinci məlumat isə dövlət qurumunda mətbuat katibi olmuşam dedi. Birinci məlumatı daha çox doğruladı auditoriya, tamaşaçılarımız. Amma detektivlərimiz çox fikrə getdilər. Murad, buyurun. Getməmişəm, mən hazıram. Hazırsınız. Buyurun. Demək, mətbuat katibliyindən danışırıqsa, bu Anar Nəcəfli ola bilər. Günay Malik qızı ola bilər. Bax, Alidə Mustafayeva məncə o işləyib. işləyir, mətbuat bəlkə də katibi. işləyir də. Hə. Yəni, seçim çox böyük deyil. Amma Anar... Bayaq dediniz bəydi, sonra deyirsiniz xanımların adı Yox, amma bəydən başladı da. Ağa, maska verişidir. Səhnə şeylər çox taxılma yenə. O bir an içində dəyişən. Doğru deyirsən. Cinsiyyətin bir an içində dəyişdiyi layihə. Maska. Hayda danışanda qız səsi Ola ilə bilər. danışır, oxuyanda kişi səsi ilə oxuyur. Cücənin elə vaxtıdır ki, cinsiyyəti bilinmir. Bəli, o payızda həll edir. İndi bahardır. Bir də beynəlxalq layihələr iştirakçısı nə deməkdir? Bax, nə deməkdir? Siz Voice-dan danışırsınız. Səs Azərbaycandan danışırıq biz hal-hazırda. Bəli, o cür layihələrdən danışılır. Ola bilər. Bəli. Avroviziya ola Bir bilər. dəqiqə, milyonçu ola bilər. Bilmirik, hər şey Milyonçu da ola bilər. Milyonçu da ola bilər. Ola bilər. Hamısı ola bilər. Amma milyonçu Mən də ola bilmirəm bilər açıq. Fatih dediniz də, dediniz Hə, Fatih. sizə baxıram. Fatih dediniz. Kimdir bu? Sən kimsən? Son təxminləriniz. Buyurun Coşqun bəy. Son təxmininiz. Qoy olsun elə Nuran. Niyə də olmasın? Qoy oradan Nuran çıxsın. Nuran, müğənni Nuran. Yumurtadan cücə çıxsın, cücədən də Nuran çıxsın. Əla. Buyurun Kamilə Babayeva.
yenə də mən o ipucularından yola çıxmıram. Onlar məni çaşdırırlar. Hələ ki cücə üçün ürəyim ağrıyır, istidir onu. Hələlik bu dəqiqəyə Fərid Rəsul deyirəm. Aydındır, aparıcı Fərid Rəsul. Murad, sizcə kimdir? Hələlik Salih Bağırov deyək. Aha. Amma bir də gördün ki, Təşəkkürlər. maskadır da, içindən Nərmin Kərimbəyova çıxdı. Çox sağ olun. Nigar, Tez deyəcəm. Samir Cavadzadə. Samir Cavadzadə və Faiq Ağayev. Mən səsləndirdiyim versiyanın gerçəkliyinə inanmıram. Sadəcə versiya kimi deyirəm ki, qoy olsun Kərim. Kərim. Təşəkkürlər, minnətdarım. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Cücə maskası arxasında kimdir? Üçüncü qarşı durmanın sonuna gəldik, çatdıq. İndi səs verməyə keçid alacağıq. Cücə burada. İlanı dəvət edirik. Çox çətin bir situasiyadır. Bir çox hallarda ilanlar cücələri yeyirlər. Amma bugün, bu axşam nələr baş verəcək? Təbii ki, bunu bilmirik. İndi səs verməyə keçid alacağıq və qeyd edeyim ki, çox səs toplayan maskanı açmağa namizəd olacaq. Az səs toplayan isə növbəti mərhələyə keçid alacaq. Amma istərdim ki, əvvəla detektivlərimiz məsləhət eləsinlər və ümumiyyətlə kimin bugün maskasının açılmasını həmin məşhuru görmək istəyirdiniz, Murad? Daha ağır və daha çətin tapşırığın öhdəsindən bugün ilan gəlibdi. Ona görə də ilan evinə getsin, tabaka, cücə Masaya isə gəlsin. maskasını çıxartsın. Belə, çox sağ olun, təşəkkürlər. Nigar, sizin fikrinizcə kimi məsləhət görürsünüz auditoriyaya? Murad dedi ki, ilan evə getsin. Yox, ilan burada qalsın. Çünki çox bəyəndim. Nə gözəl. İlan burada qalsın nə deməkdir? Yəni növbəti mərhələyə Bizimlə keçsin. qalsın da. Evet, təşəkkürlər. Kamilə xanım, sizə davam edək. Masmavi gözləri var cücəmin. Bəli. Böyük-böyük baxır mənə. Qoy elə cücəmiz qalsın, baxaq görək bu ilan maskasının arxasında kim gizlənib. Bir səslə ilana gəldi. Məsləhət də hər halda. Coşqun bəy, Mən qoymayacağam cücə sən çəpər çolpası olasan. Yox, sənin üzvü görmək istəyirəm. üzünü görmək istəyirsiniz. Bəli. Və üç detektivimiz, Üç bir. üç detektivimiz dedi ki, ilan növbəti mərhələyə geçsin. Biz cücənin maskasının arxasında kim var onu Qızardaq görmək yeyək. Bugün bu axşam biləcəyik ikisindən biri və yaxud da ki, digər maskalarımız da var. Hələ davam edirik. Buyurun Faiq bəy. Mən də həmkarlarımla həmrəyəm. 51 olursunuz. Mənə maraqlıdır ki, məni bayaqdan düşünməyə qərq edən kimdir belə cücə kostyumunda? Aha, siz də məhz cücənin maskasının açılmasını istəyirsiniz. Versiyam yoxdur çünki. Hər halda sizin məsləhətlərinizi auditoriya eşitdi, amma auditoriya özü qərar verəcək. Onlar səs verəcəklər və maraqlıdır ki, onlar kimin maskasının açılmasını istəyirlər. Əgər siz ilanın maskasının açılmasını istəyirsinizsə, A düyməsini sıxacaqsınız. Əgər siz cücənin maskasının çıxarılmasını istəyirsinizsə, B düyməsini sıxacaqsınız. Səs vermə, başlasın! Maraqlıdır, auditoriya kimi seçəcək, kimə daha çox səs verməklə məhz maskasının açılmasına namizəd edəcək. Az səs toplayan maska isə növbəti mərhələyə keçid alacaq. Stop, stop.
Bu andan etibarən səs vermirsiniz. Mənə maraqlıdır, növbəti mərhələyə hansı maska keçəcək? Hansı maska məhz gözləmə... İlan! Tabaka! Tabaka! Cücə! Tabaka! Tabaka! Siz nə deyirsiniz? Cücə? Tabaka! Və siz? İlan! Oo, maraqlıdır. Tabaka! Tabaka. Acımısınız Murad. Maraqlıdır. Növbəti mərhələyə kim keçəcək? İlan yoxsa cücə? Növbəti mərhələyə keçir. Cücə! Cücə növbəti mərhələyə keçid alır. Biz sizi növbəti mərhələyə göndəririk cücə. Sağ olun.